Salam əziz şagirdlər, hər birinizi xoş gördük. 7-ci siniflər üçün olan BSG 2-dən olan ingilis dili suallarının doğru izahları ilə tanış olaq. Kanala abunə deyilsinizsə, abunə olmağı da yaddan çıxarmayın. Birinci sualda baxırıq, cümləmizdə zən var, deməli müqayisə dərəcəsidir və difficult sözü çox heyecanlı olduğu üçün qarşısında more olmalıdır ki, doğru olsun. Cavab D variantı. İkinci sualda cümlələrin mənasını bilmək lazımdır. Deməli, hər zaman doğrunu danışır. Kimlər? Vicdanlı və dürüst insanlar. Serious, ciddi deyə serious olmaz bu da. İkidə, bu insanlar həmişə müsbət düşünür. Optimist, yəni nikbin insanlar müsbət düşünür. Cavab optimistik. Üçüncü sualda doğru cavab deməli, bizim yetərincə vaxtımız var. Çünki konsert 19:30-da başlayır. Adədən qrafik üzrə olduğu zaman starts olur, yəni feilin sonu S olacaq. Çünki konsert təkdədir. Cavab C variantı. Dördüncü sualda cümlədə verilən will əsasən nəyi ifadə edir? The exam will definitely easy for you. İmtahan sənin üçün, yəni asan olacaq deyir. Gələcəkdən xəbər vermə tipində olur, yəni future prediction'dır bu. Beşinci sualda space'in, yəni boş yer sözünün definition istəyir. Elə A-də olan empty area boş yer mənasını verir. Ona görə 5-də A variantı. Altıncı sualda cümlənin mənasını bilmək lazımdır. Bağlayıcı mövzusudur. O çox ac idi. Ona görə də nəsə yeməyə getdi. Ona görə də so olacaq. C variantı. 7-də quiet sakit deməkdir. Onun sinonimdə silent, sakit, səssiz mənası var. C variantı. 8-ci sualda baxaq. He was happy deyir. Enough happy-dən, yəni sifətdən sonra gəlməli idi. Qabaq olduğu üçün to olar. Çünki to plus sifət idi. Cavab to olur. 2-də isə deməli it was hot enough. Sifətdən sonra enough gələ bilir deyə hot enough olar. Yəni sağdakı. 9-cu sualda mən bu kinonu izləyə bilmirəm, çünki o qorxuludur və dəhşətlidir, cansız dilə INC olur və terrifying olur. A variantı. Digərləri müsbət mənalıdır. Interesting, maraqlı, useful, faydalı, fascinating, heyrətamiz. 10-cu sualda deməli qeyri-adi, həyəcan verici, təhlükəli. Bunlar harda olur adətən? Macəra filmlərində. Ona görə doğru cavab olur B variantı 10-cu sualda. 11-də tag questions kimi qarşılıq lazımdır. You are manager. Aren't you? Are not you olar. We could do-sa əksi olacaqdır. Could not we. 3-də won't deməli inkardır deyə will he olacaq burada. 4-də lies təsdiqdir deyə does not she olacaqdır. Doesn't she. 5-də was təsdiqdir deyə bu da inkarda. Was not she və ya wasn't Maria kimi olar. Birincidə gəl bu filmi izləyək. O çox, it is very, cansızdır deyə interesting INC olur. 2-də he was, he canlıdır deyə ed olacaq, tired olacaq. 3-də də cansızdır deyə tiring olur, soldakı. 4-də isə bu kitablar sıxıcıdır, boring deyərsən, çünki kitab cansızdır. Əgər canlı olsaydı, bored olardı. Məsələn, 5-dəki kimi, he was bored, canlıdır. Bu qayda budur ki, canlı olanda sifətin sonu ed olacaq, idi, cansızdırsa INC. 13-də düzgün definition kimi birləşdirmək lazımdır. Sinonim deyə bilərik buna. Freezing, dondurucu, çox soyuq, 1-ə 3-cü gedir. Exhausted, çox yorğun, very tired. Enormous, nəhəng, very big bu formada. 14-də bizdən düzgün şərt budaq cümləsini istəyir. Əgər yağışda dayansan, sən ıslanacaqsan. You will get olur. Bu da gələcək zaman. Və əgər o tapşırığını etsə, həyətə gedəcək. İndiki gələcək olur. Will go. 15-də mətnə baxsaq, boxing deyilən söhbət gedir. A variantı. 2-də to ride mənası. To ride at sürmək, velosiped sürmək mənası var. C-də to travel on a horse or bicycle. Görə bilirik. C variantı. 3-də isə altına xətt çəkilmiş söz nəyi əvəz edib? Z deyir burada. Deməli, yuxarıda söhbət ovçulardan gedir. Onlar düşündü, filan söhbəti varsa, hunters doğru cavabdır.
Deməli, neçəni yazdıq? 3-ü də yazdıq. 4-də what do people do nowadays on Boxing Day? Həmin gün insanlar nə edir müasir dövrdə? Son cümləyə baxın. Nowadays on this day families watch sport events or play board games. Elə bu cümlə doğru cavabdır. Belə əziz şagirdlər, ümid edirəm ki, faydalı oldu. Hər birinizə uğurlar olsun.